Amerika Birləşmiş Ştatları açılmasını tələb etdiyi və atəşkəsə səbəb olan Hörmüz boğazını bloklamaqla 3 həmlə edir. İranın müharibədə əsas strateji çəkindiricilik kartını əlindən alır, belə demək mümkünsə öz rıçağından özünə qarşı istifadə edir. 2. İranın gəlir mənbəyi olan neft ixracının yollarını bloklayır. 3. İranın Hörmüz boğazını bloklamaq tələbinə qarşı koalisiya formalaşdıra bilər. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Hörmüz boğazını bloklayan Amerika Birləşmiş Ştatları İranın limanlarına daxil olan və çıxan gəmilərin hərəkətini dayandıracaq, eləcə də boğazdan keçidə görə rüsum ödəyən gəmiləri saxlayacaq. Vaşinqton buna nail olacaqsa, İranın təkcə strateji rıçağını effektsiz etməyəcək, eyni zamanda gəlirlərdən məhrum edəcək. Burada əsas məqam Hörmüzün bloklanması ilə neft bazarında qiymətlərin kəskin artacağıdır. ABŞ-ni atəşkəsə sövq edən blokadanın özü tərəfindən tətbiq edilməsi hesablanmış addım kimi görünür. Neftin bahalaşması ABŞ-dən daha çox Avropa, Asiya ölkələrinə zərbə vurur. Bu ölkələr müharibəyə görə Hörmüzü bloklayan İranı deyil, hücum edən ABŞ-ni ittiham edirdi və Vaşinqtonun Boğaz koalisiyasına qoşulmadılar. İndi boğazın bloklanmasından əziyyət çəkən ölkələr çətin situasiya ilə qarşılaşa bilər. ABŞ blokadaya atəşkəs danışıqlarından sonra başlamaqla mümkün ittihamlar qarşısında İran razılaşmadan imtina etdi arqumenti qazanır. Blokadaya görə iqtisadi çətinliklə üzləşən ölkələr ya bu vəziyyətlə barışmalı, ya da İranın Hörmüz tələbindən imtina etməsi prosesinə qoşulmalıdır. Bu vəziyyət İrana təkcə iqtisadi itkilər deyil, təzyiq dalğasının güclənməsini də vəd edir. Birincisi, boğazı bloklayan ABŞ-yə təsir imkanları zəif olan ölkələr tədricən İrana qarşı mövqe ala bilər. Xüsusilə ucuz neft alan Çin bu vəziyyətdən narazıdır. Tehranın atəşkəsə razı salınmasında Pekin təsirinin rol oynadığı haqda məlumatlar vardı. İran Hörmüz kartından imtina etməməklə həm öz gəlirlərindən məhrum ola, həm də tərəfdaşlarını çətin vəziyyətə sala bilər. İkincisi, ABŞ-nin Hörmüzü bloklamasına qarşı İranın mümkün cavab imkanı hərbi müstəvidədir ki, atəşkəsdən sonra ilk hücum edən tərəf İran olacaqsa, ABŞ müharibəni davam etdirməyə legitimlik qazandırmaq üçün istifadə edəcək. Asif Nərimanlının fikrincə, Hörmüz boğazının ABŞ tərəfindən bloklanmasının mümkün nəticələri nəzəri baxımdan belə görünür. Planın praktiki icrası mümkün olarsa, İran ətrafında situasiya dəyişə bilər. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.